Ayşə radiyallahu anhə buyurur ki, o vaxt ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ağrıyırdı, yəni ölümünə az qalmışdı Allah Resulü sallallahu aleyhi ve sellemin, xəstə idi sallallahu aleyhi ve sellem. Deyir ki, onun bəzi qadınları ona xatırlatdılar ki, yəni biz Həbəş torpağında yəni kilsə görmüşdük, kənisə. Kənisə yəni kilsə Həbəş torpağında və həmin kilsəyə Mariyə deyirdilər, yəni Məriyə deyirdilər. Və kənət Ummu Sələmə və Ummu Həbibə və həmin zövcələri Allah Resulü sallallahu aleyhi ve sellemin Ummu Həbibə və Ummu Sələmə idi. Ətətə ardal Həbəşə, yəni onlar ikisi də Həbəşistana hicrət edən qadınlar olub. Fəzəkərətə min husnihə və təsavirə fihə və deyir onlar həmin kilsənin gözəlliyi və orada olan şəkillər haqqında yəni bəzi şeylər xatırlatdılar, danışdılar. Fikir verin burada onların gözəlliyi haqqında və həmçinin orada olan şəkillər haqqında xatırlatdılar. Deməli, məscidlərdə, yəni ibadət yerlərində şəkil qoymaq kafirlərdən gələn bir adətdir. Yəni, hansı ki, bugünkü gündə bəzi özünü İslama nisbət edən bəzi tayfalar var ki, rafizlər kimi, sufilər kimi, yəni onlarda da, yəni bu şey, onlarda nəsranilərdən, əhli kitabdan keçmədir. Və onlar da görsən məscidlərə şəkillər qoyurlar. Yəni bu da böyük bir bəladır. Çünki şəkillər və heykəllər ilk dəfə şirkin ortaya çıxmağı üçün nə oldu? Səbəblərdən biri oldu. Nuhun qövmündə